Xanım, sizin adınız nədir? Aynura. Aynura xanım. 2 dənə oğlunuz var. Bəli, bəli. Necəsiz kişilər? Yaxşı. Salam, öpüm səni. Qaqam mənim. Sən nə istəyirsən? Gözümün düzəlməyi. 3 yaşında gözümə dəmir batıb. Daha ayrılığı var. Həmil varisi 2 il yəni elə qaldı da. Göz görməsi yox idi. Linza qoydular gözünə. İndi də çəplik yaranıb gözündə. İndi heç imkanım yoxdur həkimə aparmağa. Yəni çəplik əməliyyatı olmalıdır gözüm. Məktəbdə də hər dəfə gəlir ki, ana uşaqlar mənə deyir ki, gözündə əyrilik var. Deyirəm, oğlum sən onlara baş qoşmayın. İnşallah düzələcək. Nə bilim, şükür Allah'ın məsləhətinə, yenə də şükür bu günümüzə. Bu da pis olur. İnşallah böyüyəndə düzələcək. Bilirəm. Dəyərli valideynlər, birinci uşaqlarınıza tərbiyə verin. İnsani, mənəvi şeyləri izah eləmək lazımdır. Yalan danışmaq olmaz, haram yemək olmaz, kimisə ələ salmaq olmaz, kasıbçılıqla məzələnmək olmaz, kimisə eybin üzünə vurmaq olmaz. Birinci bunları uşaqlarınıza deyin, ondan sonra 5 dənə məşğələyə göndərərsiniz, zəhmət olmasa. Xanım, siz haralısınız əslən? Əslən Şamaxı rayonu. Şamaxıdansınız. Yoldaşınız hardadır? Yoldaşım həbsdədir. Yoldaşın tutulub. Bəli. Nə üstündə tutulur? 3-cü dəfədə də tutulur. Demək olar ki, heç bu uşaqlardan xəbəri yoxdur, özümüz böyütmüşük. Niyə tutulub? Oğurluq üstündə axırıncı dəfə başqa işlərə də qurşandı. Yığışdı getdi demək olar ki, 3-4 aydır. Uşaq nə yedi, nə içdi. Sənin adın nədir? Tunar. Neçə yaşın var sənin? Qardaşımın neçə yaşı var? Mənim 8. 8. Atanızı nə vaxt görmüsünüz axırıncı dəfə? 4 ay əvvəl görmüşəm. Qardaşım heç görməyib balacalığından. Sən gözün görür yoxsa? Nə görür? Bu 2% görür. Uşağın gözünün müalicəsi üçün oradan həkimlərimiz var. Gözəl həkimlərimiz sağ olsunlar. Bütün videolarımıza nəzər eləyirlər. Bu xəstələri oradan havayı pulsuz, təmənnasız müalicə eləyirlər. Bu uşağın gözünə də bir dənə. Bu otaqda qalırsınız. Bəli. Uşaqlar harda yatırsınız? Gəlin göstərin. Sən nə istədin? Planşet. Sənin indiyə kimi oyuncağın olmuyor. Nə ilə oynamısan indiyə qədər? Nə oyuncağın olub? Ən çox belə, ən bahalı nə oyuncağın olub? Bir dənə çıxılı Tesla maşınım var, onunla oynamadım. Gətir baxım da o Tesla maşını. Görək bunun maşını nətərdir. Ha, bunun Teslasına bax. Budur. Ən bahalı oyuncağın bu olub. Kim verib bunu sənə? Dostum. Bu ailə üçün də əllər ciblərə. Bax, 200 manat mən bunların. Çox sağ olun, Allah razı olsun. Siz sağ